Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Seyyidina ve nebiyyina ve mevlana Ebel Kasimi Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve alihi teyyibinat tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Euzu billahi semil alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qavli. Bugünkü bizim kəlam dərsindən bəhsimiz Allahın həyat sifəti barəsində olacaq. Bundan öncə biz Allahın qüdrət və elm sifətləri barəsində danışdıq. Biraz o bəsləri geniş təhlil etdik, araşdırdıq və ən yaxşı fikirləri, ən düzgün fikirləri sonda söylədik. Bugünkü bizim bəhsimiz ki, dedik, həyat sifəti olacaq. Bu asan bir bəhsdir və bunu bir neçə dərs keçməyə ehtiyac yoxdur. Elə bir dərsdə bunu yekunlaşdıracağıq. Asan bir məsələdir bu. Ondan sonra vaxt olsa iradə, Allahın iradə sifətinə giriş edəcəyik. Əlbəttə iradə sifəti orada bəzi məsələləri araşdırılmalıdır. Bilmirəm. Belə düşünürəm ki, qısa olsa da mən bu iki dərsi, həyat sifətini və iradə sifətini, əslində həyat sifətini və iradə sifətini bir dərsdə keçə bilərik. Amma istəyirəm ki, qısa bugün həyat sifəti barəsində qısa danışım, iradə sifətinin növbəti dərsdə danışaq. Çünki orada bəzi araşdırılmalı məsələlər var. Demək istədiyim budur ki, dərs bugün məsələn tutaq ki 20 dəqiqəlıq ola bilər, 25 dəqiqəlıq ola bilər misal üçün. İstəmirəm də 45 dəqiqə edim, iradə bəhsində ikisini bir yerdə keçsin. Çünki dediyim kimi iradə bəhsi biraz genişdir və orada bəzi toxunmaq istədiyim məsələlər var. Hətta orada çox güman ki, sudur və xəlq nəzəriyyəsində gətirəcəyik, ona uyğunlaşdıracağıq. Ümumiyyətlə, sudur və xəlq nəzəriyyəsi barəsində məsləhət olduqca Allahın bir neçə sifətlərini keçəndə, məsələn, onlardan biri də xəlq sifətidir. O xəlq sifətində bir daha danışacağıq. Deməli, həyat sifəti ilk öncə xatırladığım bir məsələ var, onu xatırladım. Yadınızdadırsa biz Allahın sübuti və səlbi sifəti barəsində danışdıq. Bəzən dedik ki, bunlara camal və cəlal sifəti deyilir. Bir də Allahın zatı və feili sifəti bu barədə də demişdik. Amma burada xatırlatmaq istədiyim məsələ Allahın sübuti və səlbi sifətlərdir ki, bunu xatırladıq. Çünki bəhsimiz bunun üzərində qurulacaq. Deməli, sübuti sifətlər o sifətlər oldu ki, o sifətlər Allahda sabitdir. Sübut elə bu sözündən də, yəni sabitdir. Allahda var. Və o sifətlər kamal sifətləridir. Məsələn, Allah dedik ki, qadirdir. O, Allahın sübuti sifətləridir. Ondan sonra dedik ki, Allah alimdir. O da Allahın sübuti sifətlərindəndir. Çünki kamala dəlalət edən sifətlərdir. Və Allahda sabitdir. Onun zatında belə deyək, sabitdir. Səlbi sifətlərdə bunu əksi olaraq, səlbi sifətlər isə sabit etmək yox, aradan aparmaq, səlb etmək, aradan aparmaq mənasındadır. Onlar mənfi sifətlərdir. Bir mənada məsələn, sübuti sifətlərə müsbət sifətlər demək olar və səlbi sifətlərə mənfi sifətlər. Səlbi sifətlər o sifətlərdir ki, nöqsana dəlalət edir və Allahın səlbi sifətləri var. Bu mənada ki, yəni o nöqsanlı sifətləri Allahdan səlb edirik. Aradan aparırıq, salırıq.
kənara qoyuruq. Məsələn, Allahın məkanı var. Allahın məkanının olmaması, diqqət edin, olmaması Allahın səlbi sifətlərindəndir. Səlb etdiyi nöqsanı ondan aradan apardıq. Və yaxud da Allah cisimdir, Allah cisim deyil. Allahın cisim olmamasını Allahdan səlb etdik, aradan apardıq. Və digər nöqsanlı sifətlər. Deməli, sübuti və səlbi sifətlər bunlar oldu. Elə bunu da deyim, zati və feili sifətdə o sifətlərdir ki, zati sifətlər yəni o sifətlərdir ki, ikinci tərəfin olmasına ehtiyac duyulmadan o sifət elə Allahın zatında var. İkinci tərəfə ehtiyac yoxdur. Ünsiyyətə ehtiyac olmadan. Məsələn, Allah alimdir, Allah qüdrətlidir, Allahın alim olması ən az Allah özünə alimdir, özünü dərk edir. İkinci tərəfin məxluqun olmasına ehtiyac yoxdur. Məxluqun olmasa da belə Allah zat etibarilə alimdir. Allah qüdrətlidir. Allah zat etibarilə qüdrətlidir. Amma Allah xaliqdir, Allah yaradandır. Allah rəzzaqdır, Allah ruzi verəndir. Allah rəhimdir, Allah bağışlayandır. Bunlar hamısı zati sifətlər deyil, feili sifətlərdir. Feil sifətləri yəni o sifətlərdir ki, aktual, faktiki, aktual sifətlərdir. İndi aktuallaşdı o sifət. Var idi, Allahın potensialı var bağışlamağa. Allahın potensialı var yaratmağa. Allahın potensialı var ruzi verməyə. Amma ikinci tərəf olmadığına görə biz Allaha fərz eləyək ki, yaradılış yoxdur da. İkinci tərəf olmadığı halda biz Allaha rəzzaq demirik. Bir vaxt var idi Allah rəzzaq deyildi. Bir vaxt var idi Allah xaliq deyildi məsələn. İndi o xaliqlik materiyanın əzəli olub olmamasını kənara qoymaq şərti ilə də indi insanı nəzərdə tutuluq, digər məxluqları. Amma Allah yaratdı, Allah yaradıb ruzi verdi, Allah günahları bağışladı. Onda biz gəlib dedik ki, Allah xaliqdir, Allah rəhimdir, Allah rəzzaqdır. İkinci tərəfinin olduğuna görə, əlaqə olduğuna görə və məqsəd də bu deyil ki, Allah rəzzaqlığı yox idi, ona necə deyim, onda o şey yox idi, sonradan oldu. Gücü satdı, sonradan rəzzaqlıq ona gəldi, yox. Sadəcə olaraq aktuallaşmağa şərait yox idi hələ. Hətta deyirlər ki, kəlam elmində Allahın feili sifətləri deyil, onun zati sifətlərinə qayıdır. Yəni, Allah rəzzaqdır. Bu mənada ki, Allahın ruzi verməyə qüdrəti var. Deməli, rəzzaqlıq burada qüdrətə qayıtdı. Allah yaradandır. Bu mənada ki, Allahın yaratmağa qüdrəti var. Qayıtdı yenə qüdrət sifətinə. Yəni, deyirlər ki, həmin o aktual, həmin o feili sifətlər deyil, əslində Allahın qüdrət sifətinə qayıdır, qüdrət sifətindən qaynaqlanır. Sadəcə olaraq daha belə ifadə edim, daha detallı o zaman gerçəkləşir ki, ikinci tərəf olsun. Bax, bu belə Allahın deməli, sübuti, səlbi, zati və feili sifətlər. Bu bəhsdə bizim əsas məsələmiz, yadda saxlayaq bunu, sübuti və səlbi sifətləri. İndi gəldik bu məsələyə ki, həyat sifəti. Allah, ərəbcə buna həy deyirlər, həy. Həy yəni canlı, diri. Görəsən Allah diridir, diriliyi var. Çox asan bir məsələdir bunu isbat etmək üçün fəlsəfəyə ehtiyac yoxdur. Böyük bir fəlsəfi dəlillər gətirməyə ehtiyac yoxdur. Çox asandır. O da bundan ibarətdir ki, ümumiyyətlə həy olmaq, diri olmaq, canlı olmaq bu sifət, bu vəsf hər bir varlığın digər sifətlərinin
digər sifətlərin onun özündə olması üçün ən önəmli şərtlərindəndir. Ən önəmli şərtlərdən. Əgər indi izah edəcəm. Əgər bir varlığa biz alim dediksə, ona qadir dediksə və bilirik ki, iradə sahibidir və s. bu kimi sifət, ən azı indiyə qədər oxuduq, bildik ki, Allah alimdir, qadirdir. Bunu qəbul ediriksə, əvvəla alim olmaq üçün və yaxud da qüdrətli olmaq üçün dirilik şərtdir. Əgər bir nəfər diri deyilsə, ona necə biz qüdrətli deyə bilərik? Ona necə biz alim deyə bilərik? Təsəvvür edin, diri olmayan kəsə deyirsən ki, alimdir. Axı o heç diri deyil, canlı deyil. Canlı olmayan kəsə deyirsən ki, bu məsələn qüdrətlidir. Axı heç qüdrətli deyil, o canlı deyil ki, ona qüdrətli deyil. Yəni digər sifətlərin, vəsflərin Tanrıda olması üçün mütləq şəkildə ilk olaraq o canlı olmalıdır. Bu qədər bəsitdir. Yəni bunu inkar edilməyək ki, heç kim belə bu ağıldan kənar bir şeydir. Biz belə qəbul edək ki, xeyr, niyə canlı olmasına ehtiyac yoxdur, qüdrətlidir. Yəni bu ağıldan kənar bir şeydir. Çox bəsit, sadə bir, hətta heç buna dəlil də demək olmur da. Yəni xatırlatmamla deyim, nə deyim, yəni bəsit bir şeydir bu. Əgər Allah diri olmasa, onda o iradə, o alimliyə, ümumiyyətlə hər hansı digər sifətləri özündə sahib ola bilməz və o sifətlər bir məna ifadə etməyəcək. Hiss aləmdə, hiss aləm yəni maddə aləmdə, hiss aləmdə məsələn heyvanlar var, bitkilər var və bunların məsələn diri olması var və həmçində qeyb aləmində Tanrıdır, mələklərdir, cinlərdir və s. bu kimi varlıqların da bir diriliyi, canlılığı olur. Onlara da biz o canlılığa aid edə bilərik. Məsələn, deyirik ki, bitki diridir, heyvan diridir, canlıdır da, yəni canlıdır. Və əlbəttə ki, bu təkcə maddə aləmi məxsus deyil. Mücərrəd aləm, qeyb aləmdə də Tanrı, mələklər, cinlər, onların da bir diriliyi var. Düzdür, biz indi deyəcəyik ki, Allahın diri olması, canlı olması, bu ayəni həmişə biz zehnimizdə saxlayaq da leysə kəmislihi şey, onun bənzəri yoxdur. Yəni Allah alimdir deyəndə leysə kəmislihi şey deyirik. Yəni onun alim olması mənim alim olmam kimi deyil, ucadır o. Onun bənzəri yoxdur. Quran deyir leysə kəmislihi şey. Allah deyir alimdir, Allah deyir qüdrətlidir, Allah deyir iradə sahibidir, Allah deyir diridir, amma leysə kəmislihi şey. Bunları bəndənin, insanın sifətlərini bərabərləşdirmək olmaz. Kəlam elminin, ümumiyyətlə fəlsəfənin baxışı budur. Fəlsəfə belə deyir. Kəlam elmi. Fəlsəfə deyəndə, yəni əsas dərsimiz kəlam elmidir. Kəlam elmi də yəni fəlsəfələşmiş kəlam elmi. Budur ki, nəzəriyyə bundan ibarətdir ki, nə deyirsən de, leysə kəmislihi şey. Allah alimdir, Allah heydir falandır. Nə deyirsən, amma leysə kəmislihi şey. Onun bənzəri yoxdur. O ucadır. Onun o sifətləri, insanın sifətləri kimi deyil. Əsasən də digər indi məzhəblər sünnə içərisində, məsələn, Mötəzilə, Əşəri və yaxud Əşairə də deyirlər. Əşəri məzhəbi fərqli görüşdə olsa da, Şiə məzhəbinin demək olar ki, ortaq, demək olar ki, dedikdə, yəni mən rast gəlməmişəm ki, kimsə ixtilaf eləsin Şiə alimlər arasında. Onların qəbul etdiyi kəlam, Nəsrəddin Tusidən sonraki kəlam elmi fəlsəfələşdi, bunu demişdik. Artıq onların Şiə məzhəbinin qəbul etdiyi budur ki, Allaha alim deyirsən, nə deyirsən de, amma leysə kəmisli şey. Bunu qəbul etməlisən. İndi digər məzhəblər tam belə də desələr də, amma biraz naqis tərəfi var. Bunu əlbəttə ki, mən belə deyək, insafən, vicdanla araşdırsaq, görərək ki, bəli, bəzi nöqsanlar ola bilər. Ola bilər, bəzi Şiə məzhəbinin içərisində də hansısa alimin bir nöqsanlı yanaşır məsələyə, işim yoxdur. Amma vicdanla araşdırsaq, görərək ki, daha çox Şiə məzhəbi leysə kəmisli şey ayəsinə diqqət edir. Müsəlman düşüncəsində Allah Taala'nın diri olmağı, həy olduğu
bu sifət barəsində rəylər yekdildir. Yəni müsəlmanlar arasında heç bir ixtilaf yoxdur. İstər Şiə müsəlman olsun, istər Əhl-i-Sünnə müsəlman olsun, fərq eləmir. Bütün məzhəblər hamısı yekdil olaraq qəbul edirlər ki, Allahın həy sifəti var. Çünki bu Quranın yəni təqdim etdiyi məntiq bundan ibarətdir. Kitab, Quranda, sünnət, peyğəmbərin sözləri, məsumların sözləri və yaxud da səmavi dinlər, digər dinlər, səmavi dinlərin mənsubları, xristian, yahudi, onlar da bunu, təkcə müsəlmanlar deyil, onlar da bunu, bu inancı qəbul ediblər ki, bəli, Allah diridir. Yəni ondan heç kim, belə bir şey yoxdur. Belə dinlər, məzhəblər arasında belə bu şeyi inkar edən yoxdur, ixtilaf yoxdur bu barədə. Lakin bəzi alimlərlə Əhl-i-Sünnə, məsələn, Şiə və yaxud da sünnənin içərisində bir-birini Mötəzilə ilə Əşəri arasında Allahın həyat sifətinin mənasında ixtilaf olmuşdur. Mənasında. Məzhəblərin içərisində mənasında ixtilaf olmuşdur. Məzhəblərdən danışırıq biz. Necə ki, biz dedik ki, məsələn, Allah qüdrətlidir, hamı bunu qəbul edir, amma kəlamsal və fəlsəfəçilər arasında ixtilaf var, məzhəblər arasında ixtilaf var. Burada da o cür. Hamı Allahın diri olmasını qəbul edir, amma mənasında ixtilaf var. Bir daha bunu xatırladım ki, bax bu şeyi nəzərə alaq, dedim bir daha deyim. Bəhsə bu ixtilaflara girməmişdən öncə bunu xatırlayaq ki, Allah Taala'nın həyat vəsfi, həyat sifəti, biz Allahın həyat sifətindən danışanda, buradakı onun həyat sifəti, onun diriliyi, bu dirilikdən qəsd edilən hissi, duyular, hər hansı hərəkəti gərəkdirən nəfsani bir bədənlə bağlı xüsusiyyətlər deyil. Elm və qüdrətlə vəsflənməyə imkan tanıyan bir sifətdir. Yəni, Allahın həy sifəti o sifətlərdir ki, elmlə və qüdrətlə bağlı olan sifətdir. Yoxsa həy, diri sifət deyəndə, dirilikdə məqsəd duyularla, hiss olunan, necə ki, insanda maddidir, onda o hiss olunur, onda o dirilik bir hissidir və hərəkət gətirən nəfsani bir bədənlə bağlı xüsusiyyətdir. O cür deyil. Yəni, biz diri deyəndə adətən nə deyirik, nə başa düşürük? Mən diriyəm, yəni nəfəs alıram. Məndə bir hərəkət var. Ürəyim döyünür. Yox, bu cür deyil. Allahın ürəyi var, ürəyi dönür, nəfəs alır. Yox, yəni bu cür hisslərlə, duyularla nəzərdə tutulmamalıdır. Adətən Allahın diri olması dedikdə biz onu gətirib əsasən qüdrət və deməli hansı sifətlə, bəli, qüdrət və elmlə vəsflənən bir şeyə bağlamalıyıq. İndi bunu yavaş-yavaş deyəcəyik, nə deməkdir bu, aydın olacaq. Həyat sifəti barəsində ixtilaflar əsasən bunlardan ibarətdir. Babərti, bu alimin adını zikr etmişdik. Babərti bu ixtilafları əsasən 3 qrupa bölür, 3 hissəyə bölünür. Özünün, deməli, Şərh-ü Təcridül Əqaid kitabında var. Orada gətirir, 3 hissəyə bölünür. Bu ixtilafları 3 hissəyə bölür. Digər başqa şərhçilər, digər başqa alimlər isə deyir ki, 3 hissəyə bölünmür. 2 qrupdur, 2 hissəyə bölünür. Hər halda. Babərtiyə görə ixtilaf edənlər arasında hansı fərqli nöqtələr var? Bunu qeyd edim ki, indi gəldi həmin o sübuti və səlbi məsələsinə. Bəzilər deyirlər ki, o ixtilafları deyirəm indi mən. Bəzilərin düşüncəsinə görə ümumiyyətlə Allahı sübuti sifəti nisbət vermək doğru deyil. Allaha sübuti sifəti nisbət vermək doğru hesab olunur. Sübuti sifəti ümumiyyətlə aradan aparmalıyıq. Və mənası bu demək deyil, sübuti sifəti aradan aparanda Allah nöqsan gəlir Allaha.
yavaş-yavaş izah edəcəm bu qrupun fikri nədən ibarətdir. Onlar deyirlər ki, məsələn, sən ki deyirsən ki, Allah alimdir, sübuti sifəti. Sən ki gəlib deyirsən ki, Allah qüdrətlidir, sübuti sifəti yox. Sən bilə bilməzsən Allah alimdir. Sən bilə bilməzsən Allah qüdrətlidir. Çünki leysə kəmislihi şey, onun bənzəri yoxdur. Çox xahişəm buna diqqət edin. Allaha nisbət vermək olmaz. Allahdan ümumiyyətlə sübuti sifətləri aradan aparmaq lazımdır. O bəşər kimi deyil, bəşər onu dərk edə bilməz. Onda belə sır ki, Allah alim deyil. Deyir, yox, biz demirik Allah alim deyil. Biz Allahda səlbi sifətləri gətirməklə deyirik ki, Allah alimdir. Məsələn, biri var, mən deyirəm ki, Allah alimdir, səlbi sifəti onda sabit etdim. Deyir, belə demə, belə de. De ki, Allah cahil deyil. Cahillik nöqsanında axı səlbi sifətlərdəndir. Səlb elə cəhaləti ondan və cəhaləti səlb edəndə, yəni cahil deyil, yəni alimdir. Yəni cəhaləti aradan aparırsan, səlbi ilə yanaşırsan, səlbi sifətlərlə yanaşırsan. Sən əsas budur ki, ondan o nöqsanları aradan aparır. Sübuti sifətlərə girmə. Yəni Allah cahildir, xeyr, cahil deyil, səlb etdik. Allah məsələn zalimdir, yox, səlb etdik, nöqsandır. Vəssalam. Bu qədər. Sən bir dənə deyək ki, Allah zalim deyil. Sən bir dənə deyək ki, Allah cahil deyil. Bu qədər. Amma gəlib sübuti tərəfdən yanaşa bilməzsən ki, Allah alimdir. Səlb, bir dənə nöqsanları səlb elə, kamal var onda, səlb elə, amma bu tərəfdən sübutini də ona nisbət vermə, çünki dediyimiz kimi onda o anlaşılan deyil. Yəni sən onu anlaya bilməzsən. Yəqin ki, bunu izah edə bildim. Nəsə qaranlıq olsa, suallarınızı verərsiniz də. Əslində, bu bir mənada çox da tutarlı bir şey deyil. Çünki ona görə tutarlı deyil ki, əvvəla, Quran özü gəlir, Allahın sübuti sifətlərindən danışır. Allah deyir ki, mən aliməm. Allah deyir ki, mən qüdrətliyəm. İnnəllah alə kulli şeyin qadir. Bunu Allah özü gətirir, sübuti sifətlərindən danışır. Sən mənə niyə deyirsən ki, onun sübuti sifətlərindən danışmayayım? İkincisi, Allahdan bir şeyi səlb etməyin mənası o demək ki, elə sən onda sübuti sifətləri qəbul etdin. Sübuti sifətləri ona nisbət verdin. Yəni, mən deyirəm ki, Allah cahil deyil. Bildim cahil deyil. Nə deməkdir bu? Cahil deyil, ona cahilin əksi alim, deməli alimdir. Yox, sən sübuti sifət nisbət. Nə qədər də nisbət verməsəm də, mənası budur. Bundan başqa bir şey deyil ki. Təsəvvür edin, mən deyirəm ki, Allah, məsələn, biri ilə bəhs edirik belələrindən, gəlib deyir ki, Allah cahil deyil, onda alimdir. Yox, yəni bu qaçışdır sanki, mənasızdır. Ha deyən ki, yox, sübuti sifət ona mən nisbət vermirəm, yenə də sən o sübuti sifəti qəbul etmiş olursan. Yəni, çox da bu tutarlı bir, güclü bir nəzəriyyə fikir deyil. İndi məsələ bundan ibarətdir ki, bunu nəyə görə dedim? Sübuti sifəti inkar edib səlbi sifətlə Allaha yanaşanlar, onlar deyirlər ki, həyat sifəti nədir? Həyat sifətini belə təfsir edirlər. Onlar deyir ki, həyat sifəti, diriliyin mənası budur ki, qüdrət və elm sahibi olmağı imkansız edən səlbi bir sifətdir. Belə deyiblər. Nə deməkdir bu? Baxın, bu cümləni də izah edəcəm. Biz ki, dedik ki, bu nəzəriyyə bu cür yanaşır. Gəlir, deyir, məsələn, Allah cahil deyil və o cahil, cəhalət, səlbi sifətdir və səlb olunmaqla Allahın cəhaləti aradan gedir. Bir növ bunlar da həyat sifətini səlbi sifət kimi qəbul edirlər. Sübuti sifət yox.
Amma burada səlbi sifət deyəndə bu mənada yox. Bunlar gəlirlər Allahdan həyat, diriliyi səlb eləyirlər. Diriliyi səlb edirlər, onda ölüdür, yox. Çünki bunlar hər şeyə səlbi yanaşırlar, axı səlbi sifətlə yanaşırlar. Sübuti sifətlə Allaha yanaşmırlar. Məcburdurlar ki, səlbi sifəti də bu cür desələr ki, Allahdan səlbi sifət, məsələn, diriliyi aradan aparaq, o nöqsan gətirər Allaha. Onu səlbi kimi, onu bir növ bir mənfi tərəfdən istifadə etmək kimi gətirirlər. Adını da qoyurlar səlbi. Yəni məsələn, deyirlər ki, həyat nədir? Həyat nə deməkdir? Məcburdur səlbi sifət kimi yanaşsın, həm də Allahın nöqsan gəlməsin. Gəlirlər, deyirlər ki, həyat, yəni xülasə budur ki, həyatın mənası budur ki, qüdrət və elm sahibi olmağı imkansız etməyən səlbi bir sifətdir. Yəni həyat budur ki, qüdrət və elm sahibi olmağı imkansız, yəni mümkünsüz. Həyat budur ki, qüdrət və elm sahibi olmağının qeyri-mümkünlüyünü, mümkünsüzlüyünü aradan aparan bir sifətdir. Bir daha qeyd edeyim, bilirəm, biraz qaranlıq qala bilər. Onlar deyirlər ki, həyat sifəti səlbi sifətdir. Nə deməkdir səlbi sifəti? Yəni, həyat sifətinin Allah Taala'nın alim və qadir olmasının imkansız olmadığı anlamına gəlir. Görürsünüz? Yəni, Allah qüdrətli deyil, Allah alim deyil. Bunlar gətirirlər, indi neynəmədilər? Allah qüdrətli deyil, alim deyilin əksi nədir? Qüdrətsizliyi, alimsizliyi ondan səlb etmək nə deməkdir? Bunlar məcburlar bu həy sifəti ilə o cür istifadə etsinlər, səlbi sifət kimi gətirsinlər. Deyirlər ki, yəni həy, dirilik budur ki, onda qüdrətsizlik, onda deməli elmsizlik səlb olunur. Çünki həy bunu gərəklidir ki, Allah elmli və qüdrətli olsun. İndi bunlar deyə bilmirlər ki, Allah elmli və qüdrətli olsun. Çünki bu artıq sübuti sifəti isbat etmək kimi oldu. Bunlar inkar tərəfindən yanaşırlar deyə, nöqsanları inkar etməklə yanaşırlar deyə. Gəlirlər deyirlər ki, yəni həy sifəti budur ki, onun elmsizliyi və qüdrətsizliyi aradan getsin. Yəni onun elmli, qüdrətli olmasının mümkünsüzlüyünü aradan aparan sifətdir həy sifəti. Daha burada gəlib ayrıca həy sifəti barəsində, həyat sifəti barəsində bəhs etməyə ehtiyac yoxdur. Niyə ehtiyac yoxdur? Çünki onlar demirlər Allah həydir. Sübutu kimi yanaşmırlar. Yenə deyirəm, əqidələri budur. Sübuti sifət kimi yanaşmırlar. Bu tərəfdən də, bu bir daha təkrar edirəm ki, tam aydın olsun. Bu tərəfdən də gəlib deyə bilmirlər ki, Allah həy sifətini Allahdan səlb eləyək. Çünki səlb etmək artıq onda nöqsan gətirməkdir. Sən burada məcbursan ki, həy sifətini sübuti sifət kimi gətirəsən. Səlbi sifət kimi gətirmək nöqsan gətirir. Sən səlbi sifət kimi gətirməklə güya istəyirsən ki, nöqsanları aradan aparasan, amma kəmal nisbət vermək doğru deyil, çünki bilmirsən Allah necədir. Amma həy sifəti o sifətlərdəndir ki, onu səlb etməklə əksinə naqislik gətirir Allaha. Dolaşırsan özün burada. Və ona görə də sən də səlbi sifətləri qəbul edirsən. Səlb etməklə, inkar etməklə məcbursan həyi izah eləyəsən, həy sifətini, diri sifətini izah eləyəsən, gəlib deyirsən ki, onda gəb elə deyil. Həy sifəti, diriliyin mənası budur ki, yəni dirilik Allahın elmli, Allahın qüdrətli olmasının qeyri-mümkünlüyünü aradan aparır. İmkansızlığını aradan aparır. Bir daha deyirəm, dirilik mənası budur ki, Allahın alim və qüdrət sahibi olmağının imkansızlığını aradan aparır. Yəni, onun qüdrətsiz olması və onun elmsiz olmasını səlb eləyir həy sifəti. Həy sifəti gəlir, Allahın elmsizliyini, qüdrətsizliyini səlb eləyir. Gücsüzlüyünü və yaxud da cəhalətini səlb eləyir. Gördünüz, belə gətirməklə və deyirlər ki, həy sifətin ona görə səlbi sifətdir. Çünki biz sübutu kimi demədik, Allah həydir.
demirik Allah diridir. Sübuti sifət kimi demirik. O birisi tərəfə bağlayaraq dirilik, alimliyə, qüdrətli sifətinə bağlayaraq o tərəfdən səlb kimi yanaşıb deyirik ki, həy sifəti, yəni o sifətdir ki, Allahın cahil və Allahın qüdrətsiz, gücsüz olmasını səlb eləyir. O birisi sifətlərə səlbi yanaşanda oturur yerinə ona bağlamaqla, həy sifətini ona bağlamaqla gəlirlər, həy sifətinə səlbi sifət deyilir. Bu belə dolanışıq, özlərinə yəni belə daha doğrusu dolaşıq vəziyyətə gətirib salırlar. Bu birinci nəzəriyyə ki, bunlar səlbi sifətləri qəbul edirlər. Amma sübutini qəbul edənlər isə onlar deyir ki, xeyr, burada inkar etməyə, imkansız, zahilliyi, elmsizliyi, qüdrətsizliyi aradan aparmaqla ehtiyac yoxdur. Birbaşa deyirsən ki, sübutu ilə yanaşırsan. Deyirsən ki, həyat yəni elm və qüdrətlə vəsflənmənin imkanından ibarətdir. Yəni həyat budur ki, yəni Allah elmli və qüdrətlidir. Sübutu ilə, daha burada ehtiyac yoxdur. Yəni həyat budur ki, mənası budur ki, Allah qüdrətsiz deyil, Allah deməli gücsüz deyil. Yox. Allah qüdrətsiz deyil, elmsiz deyil. Yox. Elə deyək ki, yəni elm budur ki, sübuti kimi yanaşır. Yəni elm budur, üzr istəyirəm. Həy budur ki, yəni Allah qüdrətlidir. Allah elmlidir. Sübuti nisbət ver. Və elə deyək ki, Allah həydir, özü həydir. Digər sifətlərə bağlasam da, çünki həy həmin o elm, alimlik və qüdrətə bağlıdır. Çünki həy olan Allah, Allahın elmli və qüdrətli olması həyin olmasına da bağlıdır. Sən elə birbaşa sübuti ilə yanaş. Deyək ki, həy, həyat sifəti, yəni elm və qüdrətli olmaqdan ibarətdir. Allahın elmli və qüdrətli olmasını bildirir. Bu qədər sadə, səlbə gərək yoxdur. Səlb etməklə elmsizliyin, məsələn, elmin əksi cəhalət, qüdrətin əksi gücsüzlük, onlar səlb etməklə gətirib deməyə ehtiyac yoxdur. Səlbə ehtiyac yoxdur. Çünki sadə bir şeydir. Zatən sən Allahdan bir sifəti nəf eləyirsən, aradan aparırsansa, bu deməkdir ki, sən onunla sübuti sifəti qəbul etmişsən, qəbul etmiş olursan. Bu da ikinci görüş idi. Bu ikinci görüş təbii ki, fəlsəfəçilərin qəbul etdiyidir ki, filosoflar da bunu qəbul edir ki, sübuti sifət var. Və həmçində deyirlər ki, Əbu Hüseyn Əl-Bəslinin görüşüdür bu. Sübuti sifətləri qəbul edənlərdən biridir. İstəsəniz Google-da Əbu Hüseyn Əl-Bəsri barəsində məlumat əldə edə bilərsiniz. Mən istəmirəm burada o barədə onun həyatı barəsində, kimliyi barəsində danışım. Deməli, bura qədər doğru nəzəriyyə. Bu oldu ki, bəli, Allah həydir, onun diri olmasına heç sübuta ehtiyac yoxdur. Aydın məsələdir və bu iki nəzəriyyə arasında düzgün, məntiqli nəzəriyyə ikinci nəzəriyədir. Gətirib məsələni dolaşdırmağa ehtiyac yoxdur. Elə həy deyə bilərik ki, sübuti sifətdir və səlam. Həy Allahın qüdrətli olmasını bildirir, Allahın elmli olmasını bildirir və səlam. Sonra başqa bir məsələyə keçək. Digər bəzilərdə sübuti sifətləri, bəzilərdə düzdür gəlib deyirlər ki, həy sübuti sifətlərdəndir. Allahın sübuti sifətlərini qəbul edənlərdən bəzisi gəlib deyirlər ki, amma həy sifəti zaid bir sifətdir. Zaid yəni əlavə. Allaha sonradan əlavə olunub. Yəni zati sifət deyil, sonradan ona əlavə olunub. Onun zatında həylik yox idi, dirilik yox idi. Belə bir şey gətirirlər. Buna deyirlər zaid. Çünki Allahın bir şey bilməsini və yaxud bir şeyə gücünün çatmasını, Allahın nəyəsə bir şey bilirsə və gücü çatırsa, deməli o diridir ki, gücü çatır, diridir ki, o nəyəsə bilir. Və deyirlər ki, Allah sanki, bunların demək istədiyi budur ki, Allah o dirilik ona aid oldu, onun sifətinə, ona bir əlavə sifət kimi Allaha əlavə olundu
Sonra Allah qüdrətli olmağa başladı. Sonra Allah elmli olmağa başladı. Bunlar belə bir şey gətirirlər. Deyilə, bəli, Allah alimdir, Allah qüdrətlidir, amma hey onun zaid sifətlərindəndir. O ki, zaid sifətlər, ona o sifət əlavə olundu, sonra başladı bilməyə, başladı qüdrətli olmağa. Bu da tutarlı bir şey deyil, əlbəttə. Yəni, necə yəni Allah qüdrətli? Burada bəzi problemlər çıxır, inşallah növbəti dərslərdə qeyd edəcəyik. Onda Allah necə yəni hey deyil, ona qüdrət sonradan əlavə, sonradan qüdrətli olur, sonradan bilir. Yəni, bu nöqsanlı bir Allah oldu. Kim ona o diriliyi bəxş etdi? Deməli, özü diri deyilsə, başqası onu diriltdi. Onda başqası Allahdır, bu Allah deyil ki. Yəni, bu özü də görürsünüz, çox cılız bir məsələdir. Tusi nədir? Tusinin fikri nədir? Tusi Allah Taala'nın həyat sifətinə sahib olduğunu, çünki biz həmişə sonda Tusinin fikrini deyirik. Tusi Allah Taala'nın həyat sifətinə sahib olduğunu, deməli özünün Şərhu Məsələtil Elm adlı bir risaləsi var onun. Tusi çox gözəl, deyirlər ki, çox gözəl üslubda, həmin o kitabda öz fikrini deyib. Şərhu Məsələtil İlm. Şərhu Məsələtil İlm və yaxud belə indi ərəbcə desək, Şərhu Məsələtil İlm. Orada diqqət çəkici bir üslubla anladıb Tusi. Tusiyə görə deyir ki, Tusi belə deyir ki, ağıl sahibləri, ağıllı bir insan Allah Taala'nın hər zaman iki ziddiyyətli şeydən olmasını bilir. Ağıl sahibləri hər zaman bilir ki, iki dənə nəqs, bir-birinə ziddiyyətli olan şeylərin Allah Taala o iki dənə ziddiyyətli olan şeylərin ən şərəflisinə sahibdir. Ən şərəflisi ilə sifətlənməlidir Allah. Yəni iki dənə bir-birinə zidd sifətdir. Məsələn, qüdrət və zəif. Şərəflisi hansıdır? Qüdrət. Düzdür? Zalım və ədalətdir. Şərəfli sifətlər hansıdır? Bu ikisindən ədalət. Ağıl sahibi də bunu deyir ki, iki dənə bir-birinə zidd olan şeyin Allah Taala şərəfli olanı ilə vəsflənməlidir. Vəsflənir. Və Allah ilk olaraq elmli və elm və qüdrətlə vəsflənməlidir. Və əgər məsələn Allah elmsizdir, bir-birinizi gəlib deyirik ki, bu həmin o şərafət, şərəfli məntiqi ilə gətirir də, sən ilk olaraq deyirsən ki, Allah alimdir yoxsa yox. Deyirsən ki, alimlik və cahillik. Alimlik daha şərəflidir. Və təbii ki, ağıl sahibi deyir ki, o da Allahdır. Allah ən şərəflisinə nail olmalıdır. Allah qüdrətlidir yoxsa zəif? Bunun ən şərəflisi qüdrətli olmalıdır. Allah deməli qüdrətlidir. Ağlımız, məntiqimiz deyir ki, Allah ən şərəfli, iki dənə zidd olan sifətlərdən ən şərəflisinə nail olmalıdır. Şərəfli sifətlə vəsflənməlidir. Və məntiq, ağıl deyir ki, bu iki sifətə bir varlıq nail olursa, şərəfli sifətlərə nail olursa, avtomatik bu da bunu gərəkli edir ki, belə bir varlığın həyatı da olsun, həyatına vəsflənsin. O cümlədən də məsələn elə belə deyək, belə də demək olar ki, Allah diridir yoxsa ölü? Bunun ən şərəflisi hansıdır, kamili hansıdır? Əlbəttə ki, dirilik. Deməli, Allah diriliklə vəsflənməlidir. Tusi bunu belə gətirir. Və əlbəttə deyilə bilər ki, niyə? Ola bilməz ki, əvvəl məsələn sahib deyildi, sonra sahib oldu. Qüdrətə sahib deyildi, sonra sahib oldu. Məsələ burasındadır ki, biz şərəfli deyirik, şərəfli. Digəri şərəfli deyil. Və Allah Taala'ya şərəfli olmayan bir şeyə nisbət vermək ağıl sahiblərinin fikrincə heç zaman uyğun olmaz. Belə çıxır ki, Allah bir şərəfə nail deyildi, sonradan o şərəfə nail oldu. Yəni bu məntiqsizdir.
məntiqsizlikdir və Allaha şərəfli olmayan şeyə nisbət verməkdir. Tusi belə gətirir, şərəfli bir şeylə gətirir. Çox sadə bir şeydir. Diqqət çəkici bir üslubdur, sadə bir şeydir. Və o cümlədən Tusi gəlir həyat sifətinin sübutidir, yoxsa səlbidir, bu barədə ixtilafa çox da toxunmayıb, daha doğrusu belə deyək. Bu ixtilafa çox toxunmayıb. Yəni, əsas gəlib deyib ki, Allah diridir, çünki dirilik şərəfli bir sifətdir. Amma bu dirilik sonradan gəlib Tusi bunun sübutimi, yoxsa səlbi olduğu barəsində bu ixtilafları Təcrid kitabında danışmayıb. Digər kitablarında da net olmasa da, məsələn, digər başqa kitablar var. Orada da çox da net gəlməyib. Yəni, həyat sifətini qəbul etdi, amma səlbidir, yoxsa sübutidir, çox da toxunmayıb. Lakin incə bir məsələ var, baxmayaraq ki, toxunmayıb, net olaraq toxunmayıb. Tusinin digər bir əsəri var. Qəvaidul Əqaid. Qəvaidul Əqaid. Orada gəlir Allahın həyat sifəti barəsində deyir ki, Allah Taala'nın alim və qadir olmasının imkansız olmadığı bu söz gətirir. Yəni gəlir deyir ki, Allah Taala alim və qadir olmamasının imkansız. Yəni Allahın qadir və alim olması mümkünsüz deyil. Yəni qeyri-mümkün deyil. Allah mütləq alim və qadirdir. Bu sözü gətirib, bu sözün altında əslində nə yatır? Deyirək ki, əslində bu sözlə elə Tusi onun söyləmək istədiyi budur ki, həyat sifətinin sübuti sifətlərdən olduğunu qəbul edir. Həyat sifətlərinin sübuti sifətlərdən olduğunu. Çünki diqqət edin, Allah Taala'nın alim və qadir olmasının imkansız olmadığı deyilir. İmkansız olmadığı. İncə bir məsələ, diqqət edin. Yəni Tusi nə demək istəyir? Tusinin bu sözünü bu cür şərh edirlər. Bu sözündən belə çıxardılar ki, elə Tusi əslində bu sözlə bildirmək istəyir ki, həyat sifəti sübuti sifətdir. Baxmayaraq ki, net deməsə də. Tusi deyir, Allah alim və qadir olmasının imkansız olmadığı. İmkansız, yəni mümkünsüz olmadığı. Mümkünsüz olmadığı nə deməkdir? Mənası nə deməkdir? Yəni o deməkdir ki, Allah alim və qüdrətlidir, qadirdir. İmkansız olmadığı. Bu onu göstərir ki, əgər Tusi deyirsə ki, Allahın alim və qadir olması imkansız deyil, imkan var, yəni mümkündür, mümkünsüz deyil. Bu onu göstərir. Tusi demək istəyir ki, yəni Allah alim və qadirdir. Burada alim və qadirliyi səlbi kimi gətirmədi. Əslində sübuti sifət kimi gətirdi. Çünki səlbi sifət kimi gətirsəydi, əksin gətirməli idi də məntiqlə. Deməli idi ki, Allah Taala cahil və deməli zəif deyil. Elə desəydi, bu sifətlərə də uyğunda deyərdik ki, həyat sifəti də səlbi sifətlərindən. Çünki digər sifətləri səlbi kimi gətirdi. Onu əksin gətirməklə səlb etdi. Alimini əksin cahil gətirməklə Allahdan səlb etdi. Qüdrətini əksin zəifi gətirməklə Allahdan səlb etdi. Deməli, Tusi göstərir ki, Allahın sifətləri səlbidir. Amma Tusi gəlib birbaşa əksin gətirmədən deyir ki, Allah Taala alim və qadir olması mümkünsüz deyil. Mümkünsüz deyil deyəndə, yəni mümkünsüz deyil, yəni nə deməkdir? Yəni alim və qüdrətlidir, qadirdir. Bir daha izah edeyim sonda bunu, diqqət edin. Tusi deyir ki, Allah alim və qadir olması mümkünsüz deyil. Yəni nə deməkdir? Allah alim və qadirdir. Allah alim və qadirdir. Deməli, həy sifəti də buna görə, bu sifətlərə bağlı olduğuna görə sübuti sifətdir. Səlbi kimi gətirsə, Tusi belə deməlidir. Deməlidir ki, Allah cahil və zəif deyil. Burada artıq Allah alim və qadir olması mümkün deyil. Burada səlb olmur axı. Alimliyi yəni səlb etmir ki, nisbət verir əslində. Yəqin ki, izah edə bildim. Çox uzatmayayım. Ona görə də bu şeydən bu anlaşılır ki,
bu cümləni gətirməklə deyirlər ki, əslində elə bu sözlərlə Tusi net toxunmasa da Tusi bunu bildirmək istəyir ki, həyat sifəti özü də sübuti sifətlərini, Tusinin bu sözü həyat sifətinin sübuti sifətlərdən olduğunu göstərir. Yəni sübuti sifətlərdən saydığını göstərir. Bura qədər. Düzdür, elə 45 dəqiqə çəkdi, biraz uzatdım. İstədim incə nöqtələrə toxunaq. Elə bu 45 dəqiqə çəkdi, elə bildim bir 20 dəqiqə çəkər. Elə bir mənada bu yaxşı oldu, çünki gələn dəfə digər bəhsi daha geniş keçəcəyik. Elhamdülillahi Rabbil alemin.